Qədim zamanlarda bir ölkənin zalım padşahı var idi. Bu şahın bir sehirbazı var idi. Sehirbaz yaşad olduğu zaman şaha, mən artıq yaşad olmuşam, mənə bir oğlan uşağı ver ki, ona sehri öyrədim dedi. Şah da sehirbazın yanına ona sehri öyrətməsi üçün bir oğlan uşağı göndərdi. Uşağın sehirbaza doğru getdiyi yolda bir rahib yaşayırdı. Bir gün uşaq rahibin yanından keçərkən onun maraqlı danışıqlarını eşitdi. Eşitdikləri qəlbinə çox yatdı. Beləcə, hər dəfə sehirbazın yanına gedərkən ayaq saxlayıb rahibi dinlədi. Bu səbəbdən hər dəfə sehirbazın yanına gecikdi. Bunu görən sehirbaz onu hər dəfə amansızca döydü. Günlərin bir günü uşaq yol ilə gedərkən nəhəng heyvanın insanın qarşısına kəsdiyini gördü. O, öz-özünə, bugün mən rahibin, yoxsa sehirbazın Allaha daha yaxın olduğunu biləcəyəm, dedi. Əlinə bir daş götürüb, ey Allahım, əgər rahibin işi sehirbazın işindən sənə daha sevimlidirsə, onda həmin heyvanı öldür ki, insanlar keçib getsinlər, dedi. Sonra isə əlindəki daşı atdı. Heyvan öldükdən sonra insanlar rahatlıqla keçib getdilər. Bunu görən uşaq qaçaraq rahibin yanına gəldi. Yolda başına gələnləri ona danışdı. Rahib uşağı dinlədikdən sonra, ey uşaq, bugün sən məndən üstünsən. Sənin halın gözlədiyim həddə artıq çatmışdır. Demək ki, imtahana çəkilməyin vaxtı da çatmışdır. Əgər sən imtahan olunsan, çalış ki, məni ələ verməyəsən, dedi. Uşaq rahibin dediyi kimi davam etdi. Rahibin dediyi baş verdi. Uşaq çox keçmədən anadan gəlmə korları, cüzam xəstəliyinə və başqa xəstəliklərə tutulan insanları sağaltmağa başladı. Bir dəfə şahın məclisində iştirak edən və onun yaxınlarından olan bir kör adam uşaq barədə eşitdi. Çox sayda hədiyyələrlə uşağın yanına getdi. Hədiyyələri uzadıb, mənə şəfa ver, gözlərimi aç, burada gördüyün bütün hədiyyələr sənin olsun, dedi. Uşaq cavabında, mən heç kəsə şəfa vermirəm, şəfa verən yalnız Rəbbimizdir. Əgər Allaha iman gətirsən, mən ona dua edərəm, o da sənə şəfa verər, söylədi. Kör kişi eşitdiklərindən sonra Allaha iman gətirdi. Bunu görən uşaq Allaha onun gözlərini açması üçün dua etdi. Elə həmin an kör kişinin gözlərinə işıq gəldi. Kişi Allaha çoxlu şükür edib, sevinc içində şahın sarayına yollandı. Şah ondan, sənə gözlərini kim qaytardı deyə xəbər aldıqda, kişi Rəbbim cavabını verdi. Şah təəccüb və qəzəb içində, sənin məndən başqa Rəbbin mi var deyə soruşdu. Kişi cəsarətli səsi ilə, bəli, mənim və sənin Rəbbin olan Allah, dedi. Daha da qəzəblənən şah ona gözünü açan kəsin adını söyləməsi üçün ağır işgəncələr verdi. Kişi dözməyib, uşağın adını şaha söylədi. Şah uşağı hüzuruna çağırdı. Ona, oğlum, sənin sehrin elə bir mərtəbəyə çatıb ki, anadan gəlmə korları, cüzam xəstəliyinə tutulanlara şəfa verirsən, dedi. Uşaq cəsarətlə, mən heç kimə şəfa vermirəm, şəfa verən yalnız izzət və cəlal sahibi olan Allahdır, söylədi. Eşitdiklərindən qəzəblənən şah uşağa da ağır işgəncələr verməyə başladı. İşgəncələrə dözə bilməyən uşaq məcbur qalıb rahibin adını söylədi. Şah rahibi hüzuruna çağırdı. Onun dinindən dönməyə məcbur etdi. Rahib şahın bu tələbini yerinə yetirməkdən imtina etdi. Qəzəbindən şirə dönən şah rahibi mişarla başından ayağına kimi kəsib iki yerə parçaladı. Şah gözləri korluqdan qurtulan kişini də hüzuruna çağırdı. Onu dinindən dönməyə, Rəbbini inkar etməyə məcbur etdi. Şahın tələbini yerinə yetirmədiyini gördükdə, onu da mişarla ikiyə böldü. Daha sonra uşağı hüzuruna çağırdı. Ondan da dinindən dönməsini tələb etdi. Uşaq da onun bu tələbinə qarşı çıxdı. Bunu görən şah, uşağı saraydakı köməkçiləri ilə göndərib, onu filan dağa aparın. Dağa qalxıb zirvəyə çatdıqda, ondan dinindən dönməsini tələb edin. Əgər yenə də dinindən dönməsə, onu dağın başından aşağı atın, dedi. Köməkçilər şahın dediyi kimi uşağı dağa qaldırdılar. Uşaq ümid və təvəkküllə dua etməyə başladı. Ey Allahım, sən istədiyin şəkildə onlara qarşı məni qoru, dedi.
Elə bu an dağ silkələnməyə başladı. Uşaq ətrafında olan hər kəsin dağdan aşağı yuvarlandığını gördü. Dəhşət və heyrət içində qalan uşaq özünə gəldikdən sonra tək-tənha saraya qayıtdı. Şah təəccüb və qəzəbin əsarətində uşaqdan "Səninlə gedənlərə nə oldu?" deyə soruşdu. Uşaq şükür dolu səsi ilə "Rəbbim məni onlara qarşı qorudu" cavabını verdi. Qəzəbdən başını itirən şah bu dəfə də uşağı digər köməkçiləri ilə göndərib onu qayığa mindirin. Dənizin ortasına çatdıqda dinindən dönməsini tələb edin. Əgər dinindən dönməsə onu dənizə atın, dedi. Köməkçilər şahın əmr etdiyi kimi qayıqla dənizin ortasına çatıb uşaqdan dinindən dönməsini tələb etdilər. Uşaq yenə də böyük təvəkkül və ümidlə "Ey Allahım, sən istədiyin şəkildə onlara qarşı məni qoru" deyə dua etdi. Elə bu an qayıq üzü üstə çevrildi, ətrafda olan hər kəs dənizə düşdü. Dəhşət və heyrət içində dənizdə boğulanları seyr edən uşaq bir qədər sonra özünə gəldi. Sağ-salamat şahın sarayına yollandı. Onu görən şahın qəzəbindən üzü qızarmış, sarayın ortasında "Səninlə gedənlərə nə oldu?" deyə uca səslə bağırdı. Uşaq isə qəlbinin rahatlığını səsinə yansıdaraq sakitcə "Uca Allah məni onlara qarşı qorudu" söylədi. Söylədiklərindən daha da cəsarətlənən uşaq üzünü şaha tutub "Ey şah, sən mənim dediyimi etmədikcə onsuz da məni öldürə bilməyəcəksən" dedi. Özünü əlacsız hiss edən şah "O nədir elə?" soruşdu. Uşaq istəyini bir-bir söyləməyə başladı. "Əvvəla bütün xalqını bir yerə topla, sonra isə məni onların qarşısında bir kötüyə bağla. Öz kamanından bir ox çıxarıb onu yayına qoy. Bu uşağın Rəbbi olan Allahın adı ilə söylə və oxu at. Əgər dediyim kimi etsən, məni öldürə biləcəksən." Uzun zamandır uşağı öldürmək hirsi ilə alışıb yanan şah, əlacsız qalıb uşağın dediklərini etdi. Xalqını bir yerə toplayıb, onların gözləri önündə uşağı kötüyə bağladı. Sonra kamanından bir ox çıxarıb, bu uşağın Rəbbi olan Allahın adı ilə söyləyib oxu atdı. Şahın kamanından çıxan həmin ox uşağın gözü ilə qulağının arasına sancıldı. Uşaq əlini oxun sancıldığı yerə qoyub öldü. Hadisəni heyrət və maraqla izləyən bütün xalq bir ağızdan uca səslə "Bu uşağın Rəbbinə iman gətirdik. Biz bu uşağın Rəbbinə iman gətirdik. Biz bu uşağın Rəbbinə iman gətirdik" deyə qışqırdı. Daha sonra insanlar üzlərini şaha tutub imanlarından aldıqları güc və cəsarətlə "İndi gördünmü? Nəhayət qorxduğun iş başına gəldi. Hamımız həqiqi Rəbbimizə, tək olan Allaha iman gətirdik" söylədilər. Baş verənlərdən ağlını itirən şah yenə də intiqam hissi ilə zülmünə davam etdi. Rəbbinə iman edən xalqının cəzasını vermək istədi. Köməkçilərinə küçələrin ağzında xəndəklər qazmalarını əmr etdi. Sonra isə xəndəklərdə od qalatdırdı. Kim dinindən dönməsə, onu xəndəyin içinə atın, dedi. Şahın əmri ilə xalqın iman edən əhalisi odlu xəndəklərdə yandırıldı. Odlu xəndəyə atılması üçün növbə qucağında körpəsi olan bir anaya çatdı. Özünü deyil, körpəsini düşünən ana odlu xəndəyi görüncə tərəddüd etdi. Körpəsinə görə az qala dinindən dönmək istədi. Körpəsinin xəndəkdə yanmasına dözmədi. Elə bu vaxt körpəsi dil açıb, "Ey anam, səbr et, sən həqiqətən haqq üzərindəsən", söylədi. Əshab-ı Uxdud, Çinarə Köçərli.